Bis- Bismillah deyə başlayaq əzizlər. Mənim səsim yaxşı gəlir də hər halda. Deməli, psixologiya dərslərinin ən başdan başlayacağam. Bu arada bunu da deyim ki, əlimdə çox qəşəng kitablar var. Kim ki məhz daha dərin, daha elmi yanaşmalar və yaxud araşdırmalar və yaxud tədqiqatlar, bütün bunları öyrənmək istəyirsə, bir dənə mənə yazsın. Ee, Mən sizə qəşəng kitablar göndərəcəm. Həm türk dilində, həm Azərbaycan dilində dərsliklər ata bilərəm. Amma belə deyim, nəzəriyyəni mən sizə daha çox praktiki yöndən açıqlamağa çalışacağam. Ümumiyyətlə, insan psixologiyası, insan beyninə nələr təsir eləyir, ə, uşaqlıqdan başlayacağam. Əgər siz də razısınızsa. Çünki biz uşaqlığı gərək anlayaq, uşaqlığı gərək başa düşək ki, biz daha doğru analiz eləməyi bacarıq. Bir də mütləq şəkildə bunu da qeyd edeyim ki, əzizlər, uşaqlıq niyə önəmlidir? Çünki uşaq dünyaya gəldiyi zaman zehni nəyə öyrəşirsə, ömür boyu da həmən o öyrəşdiyi ilə addım atır, öyrəşdiyi ilə, gördüyü ilə və təbii ki, ilk zehni öyrəndiyi məsələlər hardadır? İlk zehni öyrəndiyi məsələlər evində, uşaqlıq evində olur. Yəni e, valideynlərdən həyatı öyrənir, anasından həyatı öyrənir, atasından həyatını öyrənir. Yavaş-yavaş deməli ilk 7 il emosional tamamilə uşaq valideynə bağlıdır. Daha çox ona hər daim baxan insana, yəni anaya bağlıdır. Nadir hallarda olur ki, ana işləmək məcburiyyətində qalır və bunu şey eləyir, bir evdə baxıcı olur ya da nənə olur. Amma yenə də uşaq emosional olaraq anadan çox asılıdır. Yəni bizim hal-hazırdakı yaşımızdakı qorxularımız, təşviş pozuntularımız, hətta inanırsınız, həyat yoldaşımızla olan münasibətimiz, sevdiyimiz insanlarla olan münasibətimiz, dostlarla olan münasibətimiz, evladlarımızla olan münasibətimiz, bunların təməlinin hamısını uşaqlıqda qoyulur zaten. Yəni hətta tədqiqatlar göstərir ki, insan beyninin gəlişimi ilk 3 ildə demək olar ki, 50%-dən çoxu tamamlanmış olur. Təsəvvür edin, 3 il. Yəni 3 yaşına qədər insan beyni artıq bir çox şeyi özündə oturtmuş olur. Sonra dəyişməyə meyillidirmi? Bəli, insan beyni hər yaşda dəyişməyə meyillidir. Və burada daim bu sualla qarşılaşıram ki, bəs əgər dəyişməyə meyilli isə 30 yaşından, 40 yaşından sonra insanlara niyə nəyisə çatdırmaq çətin olur? O da ondan asılıdır ki, əzizlər, insanın beynində tabulaşma gedibsə, insan artıq öz inancına, öz düşüncələrinə o qədər tabe olubsa, burada biraz çətinlik çəkə bilər. Və deməli, məsələ nə yerdədir? Bir dəqiqə, mən sizinlə bir şey paylaşmaq istəyirəm. Şunu bir xeyram dəyişib. Bu arada bax, Çağanın İnkişafı Cinsi Tərbiyə, bu görürsünüz ki, kitabların siyahısını verirəm. Məndə bunlar material olaraq var. Kimin marağı olsa, mən bilirəm, burada bir tələbəm var, ona verəcəm. Misal üçün. Deməli, metateoriya inkişafın fəlsəfə çərçivəsi, psixologiya və inkişaf nəzəriyyələrinin əsasını təşkil edən fəlsəfi yanaşmaları dərindən nəzər salaq. Uşağın inkişafını anlamaq.
Birincisi, hər bir uşaq ana bətnindən etibarən davamlı dəyişimə və inkişaf proseslərinə məruz qalır. Deməli, uşağın inkişaf prosesini belə bölə bilərik də. Ana bətnindən başlayırıq. Ana bətnindən başlayırıq, biz gedirik uşağın körpəlik dövrü, körpəlik çağa və daha sonra uşaqlıq dövrü, uşaqlıq dövrü 3 yaşından sonra başlayır. 3 yaşından 7 yaşına qədər davam edir. 7 yaşından sonra erkən yeniyetməlik başlayır. Erkən yeniyetməlikdən 7 yaşından 14 yaşına qədər, 14 yaşından sonra da artıq yeniyetməlik yetişkinliyə doğru yavaş-yavaş dəyişir. İndi burada əzizlər, mən bir dənə şey vurğulamaq istəyirəm. Peyğəmbər əleyhissalamın çox gözəl hədisi var da, uşağı 1-7 yaş arası buyurub ki, şaxdır. 7-14 yaş arası qul, 14 yaşından sonra isə məsləhətçi. Baxın, əzizlər, bu nə deməkdir? Deməli, uşaq körpəlik dövründə bunu bir çox izahatı var. Mən sizə öz həyatımdan da təcrübə elədiyim və oxuduğum şəkildə daha belə də aydın bir şəkildə anlatmağa çalışacağım. İlk 7 il niyə padşahlıq dövrüdür, əzizlər? Bunu mən biraz nəfsədə gətirəcəm söhbəti. Çünki orada çox maraqlı bir döngü var da. Valideynlərin səbrini görən uşaq, yəni uşaq tam sevgini görür valideynlə. Yəni ana mərhəmət versiyasıdır, baxın. Ana mərhəmət versiyasıdır uşaq üçün. Mən kimsə deyəsən qəbul eləməmişəm. Burada bir dənə buna diqqətli dinləyin. Uşaq mərhəməti anadan öyrənir, ədaləti atadan öyrənir. Və burada nəfsin formalaşmasında ilk 7 il niyə önəmlidir? Niyə şax deyib Peyğəmbər? Ona görə deməyib. Mənə bir çox valideyn burada sual verir ki, bəs dururlar, bəs nə, uşaq başımıza çıxacaq, necə yəni uşağı yox deyə, necə yəni sərhəd deyək? Xeyr, orada sərhədsizlik deyil. Mən bunu ətraflı sizə izah eləyəcəm ki, hansı sərhədləri və sərhədləri necə qorumaq lazımdır uşaqda. Sərhədsiz uşağın beyni bilirsiniz, inkişafda ən pis nəticə alar. Yəni, uşaq zehni sərhədsiz qətiyyən böyülməməlidir. Hətta rejim mütləq olmalıdır, saat və s. Amma niyə şaxlıq dönəmidir? Uşaq mərhəməti 100%, yəni dolu-dolu anadan öyrənir. Ədaləti və orada atadan da səbri götürür. Ki, atam neynirəm eləyim, mənə qarşı çox səbirlidir. Anam mənə qarşı çox səbirlidir. Anam mənə qarşı çox mərhəmətlidir. Anam məni dəhşət çox sevir. Və 7 yaşından sonraki o qul səviyyəsinə gətirir. O qulda burada bir dənə açıqlamanı vereyim. O demək deyil ki, uşaq bizim qulumuzdur. Nəuzbillah, xeyr. Ya da uşaq bizə qulluq eləməlidir. Xeyr, məsuliyyət dövrüdür. Yəni oradakı qul sözü. İndi biz o dövrün insanlara izahat gəlir də, düzdür, o dövrün insanları məsuliyyəti necə bilirdi? Qulluqla bilirdi də. Yəni, dolayısıyla burada məsuliyyət dövrü başlayır. Uşağa full məsuliyyət vermək lazımdır bu yaşda ki, uşaq hər şeyi anlasın. Deməli, 7 yaşına qədər sən ona nə qədər çox səbir göstərsən, indi baxın, gətirirəm həm nəfsi, bu dini, həm nəfsi trayektoriyaya, həm də elmi trayektoriyadan baxacaq bu vəziyyətə. Deməli, tədqiqatlar nə göstərir? Baxın, yeniyetmələrin zehin inkişafı ki, ilk 7 ildə emosional olaraq valideyndən asılı bir şəkildə inkişaf eləyir, yaxşı. Və burada nə baş verir? Yeniyetmə həmən o anadan, atadan nəyi götürsə, onu 14 yaşından sonra göstərir, 7 yaşından sonra yox. Bu bütün tədqiqatlar bunu göstərir. Bu da nə deməkdir? Yəni itaət prosesi, valideynə itaət, valideynə sözünə baxmaq, valideynin o dirəşməməyi, valideynin dərslərinə yaxşı qulaq asmağı istəyirsinizsə, ilk 7 yaşında uşağa o maksimum səbri gərək göstərəsiniz ki, yəni
Təbii ki, sərhədlər çərçivəsində. Maksimum səbri göstərəsiniz ki, uşaq 14 yaşından sonra, 7 yaşından sonra hətta 14 yaşından sonra da sizə səbri göstərsin. Çünki orada şəxsiyyət formalaşmaya başlayacaq və uşaq ədalət və mərhəmət sifətlərini valideynlərdən necə alıbsa, o cür valideynə qaytarır. Ona görə hal-hazırdakı dövrdə bəlkə də fikir vermisiniz, ətrafınızda bilməm indi kimin necə evladı var, tanış olmadıq. Mən birbaşa dərsə girdim, üzrlü hesab eləyin, amma sual-cavabda tanış olarıq. Və məsələ nə yerdədir, əzizlər? Uşaqlara ki, bir çox valideyn şikayət edir ki, uşaq məni dinləmir. Bir çox valideyn deyir ki, uşaq mənlə didəşir, mən uşaqla problem yaşayıram, uşaqlar dərs oxumaq istəmir və s. Halbuki bütün o problemlərin kökü ilk 7 ildə gizlidir. Bəzi problemlərin kökü isə gedir çıxır hamiləliyə. Və misal üçün, uşaq anadan olur, gecələri yatmır. Və ana girir, depressiyaya girir, əsəbləşir, çətinlik çəkir də təbii ki, yəni yeni doğmuş uşaq dünyaya gətirmiş ananın vəziyyəti necə olar? Yəni aram deyil, zehni zaten qarışıqdır, hormonları bir yandan aləm vurub bir-birinə və bu ərəfədə ana bizə nə deyir? Ana bir balaca nəfəs almağa yer axtarır, amma uşaq ona imkan vermir. Və mən dəfələrlə həm tədqiqatlar bunu göstərir, həm mən özüm şəxsi təcrübəmdən də bunu keçirmişəm. Dəfələrlə analardan soruşuram ki, hamiləlikdə gecəni necə yatmısınız? Və ana da qadirdir ki, bəli, hamiləlikdə mən gecəni yata bilmirdim. Xüsusən axır aylarda. Və görürsən ki, uşaq da, baxın, uşaq axı o fiziologiyada, o ana bətnində başlayıb həyata. Və 5 ayından sonra artıq eşidir ananı, ətrafındakı səsləri belə eşidir. Yəni ilk 2 həftədən etibarən ana bətnində düşən uşağın zehni, yəni beyni inkişaf etməyə başlayır. Bu nə deməkdir? İnformasiyanı mamadan alır və mamanın yaşam biçimi, yemək biçimi, mamanın həyat tərzini artıq uşaq oradan götürmüş olur. Yəni uşaq elə belə dünyaya gəlmir. Artıq bir anadan bir şeylər götürmüş olur. Dolayısıyla əgər ana hamiləlikdə yatmayıbsa, uşaq avtomatik özünü hazırlamalıdır ki, uşaq gecəni yatmayacaq. Çünki artıq onu öyrəşib. Sonra bunu dəyişmək mümkündürmü? Mümkündür. Amma yəni ananı orada stressə salıb, yəni uşağın belədir, ya sən beləsən falan, buna ehtiyac yoxdur. Stressə salmaq lazım deyil. Sadəcə müvəqqəti olduğunu anlasın ki, hamiləlikdən uşaq çıxıb ilk 3 ay, baxın, uşaq dünyaya gəldiyi zaman hətta ilk 3 ay özünü ana bətnində kimi hiss edir. Baxın, indi buradakı bir çox önəmli bir məqamı vurğulamaq istəyirəm. Müasir deyəlim, bəzi mütəxəssislər də belə bir şey gətirirlər. Hətta 2010-2020 arası çox populyar idi bu şiş-bat yöntəmi ki, uşağı anadan uzaqlaşdırır və uşağı anadan uzaqlaşdırır və uşaq sanki şey istəyir, indi və uşağı ayrı yatırtmaq, anadan gələn kimi, xüsusən ilk 3 ay, uşaq gərək ayrı yatsın və s. İndi orada məsələ nə yerdədir, əzizlər? Tədqiqatlar bunu göstərdi ki, sonra 2020-dən sonra vəbşi bunu əməli başlı açıqladılar ki, uşağı kravata qoyurlar ilk 3 aydan etibarən ki, tək yatsın. Orada uşağın stres şeyini ölçürlər. Misal üçün, birinci gecə çox ağlayır uşaq. Qışqırır, ağlayır. Amma anaya icazə belə bir tədqiqat keçirdilər. Deməli, anaya deyirlər ki, uşağı yerimə qoyacaqsan, tədricən ondan uzaqlaşacaqsan və ona yaxın durmayacaqsan. Ağlasa da, qışqırsa da yaxın durmayacaqsan. Deməli, ilk gün ana kənarda dayanıb qoyur
kralı yedizdirir, artıq toxdur, pampers falan altı təmizdir, yatmaq sürəsini keçir və uşaq ağlayır, özünü öldürür. Ananı istəyir, amma ana ona yaxın durmur, çünki təhqiqat sürəci belə idi və uşağın stres səviyyəsini ölçürlər. Uşağın stres səviyyəsi pikdədir, ağlayır zaten bəllidir. Bir yandan da ananın da stres səviyyəsi çox yüksəkdir. Baxın, ananın da stres səviyyəsi yüksəkdir, uşağın da stres səviyyəsi yüksəkdir. İkinci gün uşağın ağlamağı bir balaca, yəni yarım saat 40 dəqiqə kimi birinci gün əgər 2 saat dalbadal ağlayırsa, ikinci gün ağlamağı biraz azalır. Amma stres səviyyəsini ölçürlər, səviyyə eynidir. Üçüncü gün isə bir də birinci gün ana, misal üçün ikinci gün ana uşaq rahatlayana qədər yenə ağlayır, yenə narahatdır, amma uşaq rahatlayıb yuxuya keçəndən sonra ana stres səviyyəsi düşür, amma uşağın stres səviyyəsi yuxuda davam edir. Üçüncü gün ölçürlər yenə eyni davam edir, artıq uşaq ağlamağı kəsir. Uşaq yerinə qoyan kimi uşaq özündən biraz oynayır, sonra yuxuya keçir və o gün ananın stres səviyyəsini ölçürlər. Ana uşaq ağlamır deyə ananın stres səviyyəsi düşür, amma körpənin stres səviyyəsi sakit olsa da, yuxuya keçsə də eyni birinci gündəki kimidir. İndi bu stres insan beyninə, körpə beyninə necə təsir eləyir? Elə təsir eləyir ki, uşaq bir ruzə verməsə də anadan qoparıldığını, yəni uşaqda belə bir şey yaranır. Çarəsizlik və çarəsiz bir şəkildə sadəcə vəziyyəti qəbul edir və anaya olan güvən itir, əzizlər. Bu da çox önəmli bir məqam. Anaya olan güvən yavaş-yavaş artıq körpədə zədələnir ki, mama məni atıb gedə bilər. Bu deməli, dünya da məni atıb gedəcək. Və bu uşaqlar böyüyəndən sonra hansı psixoloji problemləri bilirsiniz, rastlaşılır. Bu uşaqlarda ən önəmli məqamda bu yeniyetməlik dövründə ana ilə doğru ünsiyyət qura bilmirlər. Yəni, hər kəs hər şey desə qəbuldur, ana deyəndə qəbul edə bilmirlər. Niyə? Çünki zaten körpəlikdə ana ilə olan bağı qırılıb. Hətta sizə bir dənə söz deyəcəm. Sovet dövründə xəstəxanalarda uşağı anaya doğuşdan sonra birbaşa gətirmirdilər. Ancaq əgər uşaq vaxtında dünyaya gəlibsə, uşaq anaya yemək, yəni süd əmzirmədən əmzirməyə gətirilirdi. Və adətən birinci gün anada süd malazit deyirlər ona, çox dəyərli süddür. Yəni o südün uşaq immunitetini qoruma səviyyəsi çox yüksəkdədir və o süd çox önəmlidir. Amma Sovet dövründə o südü uşaqlara vermirdilər. Yəni təsəvvür edin ki, ilk 3 gün, indi mənimlə yaşıt olanlar ya da mən 42 yaşım var. O Sovetdə anadan olanlar və anaları o dövrdə dünyaya gətirən uşaqlar, dünyaya gətirənlər çox yaxşı bilər. İlk gün uşağa şərbət verilirdi hətta. Şirin su, şərbət. Və suyu qəndlə, pisoqla yox, adi şərbətlə suyu qarışdırıb uşağa elə verirdilər. Və uşağı anaya sırası gətirmirlər. Ya da indi malış varsa o vaxtın smesindən verirdilər və sam. İlk 2 gün o süd əsl südə dönüşdüyü zaman ki, o birinci ana südü, ilk ana südü gələn o qədər dəyərlidir ki, həm immunitet açısından, həm yəni tonlu panzehirdir də, yəni onun içində immunitet qaldıran, vitaminlərin bol olan qismidir. Onu Sovet vaxtında uşağa vermirlər. Uşağı yeməkdən, ikinci gün uşağı əmzirənə gətirirlər anaya və sadəcə əmzirir və aparırlar, təzədən uşaq tək yatır. Və uşaq banitsadan çıxandan sonra, yəni bir həftə ana, indi 3-4 gün uşağın göbəyi düşənə qədər mütləq şəkildə banitsada qalmalıdır. Uşaq göbəyi düşəndən sonra uşağı anaya verirlər və evə aparanda da dedikləri söz budur. Qucaqla, öyrəşdirmə öyrə. Yoxsa sənə əziyyət verəcək. İndi bax, gəlin özümüz elə müşahidə eləyək ki, tədqiqat, mən sadəcə hələ bizim coğrafiya üçün danışırım. Kaş ki, bunun tədqiqatını aparsaydılar. Kaş ki.
Bir baxın, məsələ nə yerdədir indi? O Sovet vaxtında dünyaya gələn uşaqlar, analar, belə bizi deyim, yeniyetməlik dövrümüzdə hamımızın həyatında olub. Mənim ətrafımda şəxsən mən buna çox şahid olurdum. Və indi də öz yaşıdlarımla işlədiyim zaman mən buna indi də şahid oluram ki, bizim yeniyetməliyimiz heç də belə güllü çiçəkli keçmir. Xüsusən ana. Yəni biz ana ilə hardasa ya didişmişik, ya da sakit oturub səbir eləmişik, amma əslində zehnən çox ciddi problemlər yaşamışıq və bizim həmən o problemlər biz ən çox harda biruzə verib öz evladlarımızın. Yəni həmən o anadan ayrı qalan, təşviş pozuntusu yaşayan həmən o körpələr böyüdü, valideyn oldu və ilk birinci uşaqlara əməlli başlı padok doğuşan kimi o uşaqlar çox ciddi əziyyət çəkib əzizlər. Niyə? Baxın ki, sual-cavab qismində hər biriniz danışacaqsınız. O ki, mən boomerlərdən danışıram, lap yaşlılardan. Sovet vaxtında uşaq böyüdən anaların, evladları birinci uşağına ya çox sərt olub, qısaca o belə silsilə şəkildə bir səhv eləyib, ikinci uşaqda biraz başa düşüb ki, ayda mən bu səhvləri niyə elədim? Və bir də fikir verin Z nəslinə. Z nəsli səbirsiz, Z nəsli hövsələsiz, aza qane olmayan və iş məsuliyyət qismində Y nəslindən daha zəifdir. Hətta tədqiqatlar bunu deyir. Baxın, elmi açıqlamada var, o tədqiqatda paylaşacağım sizinlə. Elmi açıqlama var ki, hal-hazırda Z nəsli yeganə öz nəsildir ki, özündən sonraki nəsildən əqlən daha zəifdir. Yəni bundan qabaqki nəsillər həmişə öz ata-babalarını əqlən keçirdi. Amma Z nəsli yeganə nəsildir ki, öz nəslini keçə bilmədi, altında qaldı. Yəni hal-hazırda Y nəsli, indi deyəcəm Y nəsli hansıdır? Y nəsli 1982-dən, 80-dən 92-yə, 94-ə qədərdir. O 94-95-dən sonrakilər isə Z nəslidir. Yəni 95-dən sonrakilər o 80-li illərin uşaqlarından daha zəifdir əqlən. Bunu tədqiqatlar göstərir. Niyə? Çünki bu yazıq Z nəsli əməlli başlı ya çox sevgi gördülər, bir nəyəsə icazə verildi, bir nəyəsə icazə verməlidir. Biz daha sərt böyümüşük. İndi deyəcəksiniz ki, onda sərt böyümək mi yaxşı idi? Yox. Sərt böyümək bəlkə biz öz həyatımızda, bax, millenialların, yəni Y nəslinin elədiyi ən böyük səhv bilirsiniz nədir? Biz özümüzü işdən, vəziyyətdən çıxarda bildik, amma evlatlarımızı daha da pis vəziyyətə qoyduq. Niyə? Çünki bizim o öyrənilmiş çarəsizlik içində böyümüşdük deyə. Biz başa düşdük ki, bizdən başqa heç kəs yardım eləməyəcək. Mən özüm vəziyyətdən çıxdım. Yəni mən valideynim mənə heç bir dəstək verə bilməyəcək. Məcburam həyatda çabalaya, yıxıla özüm öyrənim və özüm öyrəndim. Amma Z nəslinə mən öyrətdim. Necə öyrətdim? Z nəslini mən bir növ əlil elədim. Həm öyrədirdim, həm qoruyurdum. Həm deyinirdim, həm qoruyurdum. Ona görə Z nəsli yarı belə olub. Öz başlarına çox şey eləyə bilmirlər. Səbirsizdirlər, hövsələsizdirlər. Məsuliyyəti tam ala bilmirlər. Və bunda kimsə qüsura baxmasın da biz böyüklər, yəni hal-hazırda 40 üstü olan insanların məsuliyyəti var. Z nəslini biz buna görə günahlandıra bilmərik. Yəni o ilk, indi yenə gəlirəm, o hamiləlikdən bu yana o ilk 7 il uşağın demək olar ki, bütün o binövrəsini, bütün o gələcəkdəki qərarların çox böyük təsiri var. Ona görə də 7 yaşında uşaq sevgini, səbri, mərhəməti tam şəkildə yaşasa, uşaq daha sonra
Ona gətirilən məsuliyyətləri daha rahat qəbul eləyəcək. Yəni uşağa gəlib deyəcəksən ki, Allah mərhəmətlidir, Allah rəhimlidir, Allah səni çox sevir. Uşaq deyəcək, hə də mən bunu tanıyıram. Mənim anam da belə idi. Və yaxud uşağa gələcəksən deyəcəksən ki, Allah səndən namaz tələb edir. Allah səndən filan əməli deyir ki, eləməlisən. Uşaq da deyəcək baş üstə. Amma əgər orada o güvənli bağ sağlanmayıbsa, uşaq başlayacaq səndən dirəşməyə. Sən nə düşün deyib tərsini eləyəcək. Çünki ona ehtiyacı var. Sən onun boşluğunu doldurmamısan. Sən onu o səbirlə verməli olduğun yeri hər yerdə bax fikir verin. Bir çox valideyn gəlib mənə bu sözü deyir. Uşağım mənim səbrimi sınayır. Deyirəm, bəli, elə sözün əsl mənasında səbri sınayır. Çünki o səbir göstərməli yerin var idi ya. Sən orada səbir göstərmədin uşağa. Sən orada uşaqla deyindin, sən uşağın qışqırdın, uşaq sənə gəlib əlini atırdı sənin əlin, sənin gözün ya televizorda idi, ya söhbətdə idi, ya telefonda idi. Uşaqla göz kontaktı qurmadın. Uşağı yedizdirəndə ya məcbur elədin yeməyə. Baxın, İmam Cəfər Sadiqin çox gözəl bir hədisi var. Deyir ki, uşağı məcburən yedirsəz, axmaq olar. İndi o dövrlə bağlı axmaq fikirləşin. Biraz ağır söz olur. Amma baxın, o hədisi indi gəlin çevirin 2026-cı ildə tədqiqatlar nə göstərir? Uşağa məcburən yemək yedizdirəndə beyin, mədə ikinci beyindir. Mədəyə belə, mədədən beyinə elə bir siqnal gəlir ki, bax, sən məni məcburən yedizdirirsən, mən də sənə baş əyirəm. Deməli, mənim bədənimə qarşı hər hansı bir məcburiyyətdə mən gərək susum. Və o uşağın inkişafı zəifləyir, zehin olaraq zəifləyir. Yəni düşünmə, baxın, analiz qabiliyyəti riski düşür aşağı. Yəni olur qul. Sözün əsl mənasında. Əbd qul olan yox. Olur düşünməyən robot, belə deyim yaxşı. Robotlar da orada düşünür. Yəni ona nə düşsün, ona eləyir. Və baxın, bu uşaq 7 yaşında gəlib çatanda ki, valideyn başlayır ki, otağını yığışdır, dərs elə. O oturub, siz necə, sanki oturub şey gözləyir. De kimsə gəlsin, bunun qulağından dartsın, o tustursun, gəl elə. Başa düşürsüz? Siz niyə baş verir bu? Çünki uşaqlıqda onun ikinci beyninə artıq o siqnal gedib. Sən də öz başına heç nə eləyə bilməzsən. Bizimki bəzi qızdırmalıdır. Bu da mənim körpə oğlumdur. İndi tanışlıq ərəfəsində özümü tanıdacaq. Bu nömrə 4. Biraz qızdırmasını bugün. Yəni əzizlər, uşağın siz ilk şeydə nə tökürsünüzsə, ilk 7 ildə, hətta mən deyərdim ki, ilk 3 il o qədər çox önəmlidir. 3 il daha önəmlidir. Çünki tədqiqatlar göstərir ki, beynin 70% 3 yaşına qədər zaten tamamlanır. Dəyişmə açıqdır. Yəni təsəvvür edin ki, ilk 3 ildə sosial ilişkilər, sabahki uşağın nəyisə anlama, qavrama və s. hamısı həmən o vaxtdan asılıdır. O 3 yaşına qədər bizim uşaqla olan rəftarımızdan asılıdır. Çox önəmlidir bunlar. Və sizə bir dənə hadisə də danışacağım. İndi qayıdacağım, bir alimin yanına körpə uşaq gətirirlər. Təzə dünyaya gəlmiş 1-2 gün. Alimə qayıdıb deyirlər ki, bəs bizə yol göstərdi, biz doğru tərbiyə vermək istəyirik. Alim baxıb deyir ki, 9 ay gecikmisən. Deyir, bəs necə 9 ay? Axı, bu uşaq təzə dünyaya gəldi. Uşaq hamilə qadının bətninə düşdüyü andan artıq tərbiyəni verməyə başlamalıdır. Və hamiləlik dövrü, misal üçün, mən çox istəyərdim ki, indiki gənclər, indiki onların psixologiyasında nəzərə alaraq, çünki onu da biz dərsdə keçəcəyik, hal-hazırdakı dövrdə texnologiya, reelslər, uşaq beyninə, insan beyninə nə qədər zərər verir. Yəni, bütün bunları nəzərə alaraq, oturub fikirləşsək ki, uşaqlar o yazıqların beyni indi nə vəziyyətdədir?
E, Kaş ki evlənməmişdən qabaq belə bir dərs mi deyim, nə bilim bir nəzəriyyə mi oxusunlar, bir terapiya mı getsinlər, amma bu artıq şərtdir. Bilirsiniz, artıq bir insan valideyn olmamışdan qabaq, yox, evlənməmişdən qabaq o bir kursu keçməlidir. Olmaz. Çünki indiki valideynlər çox üzr istəyirəm, indiki cavanlar vəbşi blogerlərin sözü ilə oturub dururlar. Bloger, yəni nə görüb bu adam? Hətta mən təsəvvür edin ki, mən psixoloqlarla bəzən təhqiqatlara görə belə müharibə edirəm. Niyə? Çünki elmi təhqiqatlar bir, ancaq kişi bədəni və kişi beyni üzərindən keçirilib bu günə qədər. Qadın üstəndə, qadın və uşaq üzərində təhqiqatların sayı çox azdır. İki, Amerika və Avropa kimi coğrafiyada keçirilir. Yəni oradakı coğrafiyada keçirilən təhqiqatlar mənim insanıma nə qədər təsirli ola bilər ki? Təsəvvür edin ki, hal-hazırda elm belə, yəni dağın başına qoyduğumuz elmi ölkə dağılmaq üzrədir. Yəni öz məğlubiyyətini dünyaya isbat elədi. Təsəvvür edin ki, təhqiqatlar belə yarımçıq ikən mənim coğrafyamın insanını tanımayan bir insanına qulaq asıb nələrisə öyrənməyə çabalayıram. Sonra gəlirəm onu öz insanıma tətbiq eləyəndə divara ilişirəm bir psixoloq olaraq. Mən öz insanımı, mən şəxsən deyirəm ki, bu coğrafiyada ən az 15 il işləyən mütəxəssislərə önəm verilməlidir. O yazıqların səsləri çıxmır. Çünki başları işləmir. Amma dünən, bugün, salam melek, mən indi universiteti bitirmişəm, başlamışam söhbət eləməyə, onlar dinlənir. Bu da ayrı bir dərddir. Ya da blogerlər, ya da vəsairələr. Və təsəvvür edin ki, bu cavanlar, uşaq beyni, insan beyni necə inkişaf olur? Periodlar necə keçir? İnsan bu psixologiyanı necə keçir? Bax, mən sizə indi 40 dəqiqədə danışıram. Görürsünüz, əksik qalıram. Ay Allah, mən çox şey bitirmədim. Yəni, onu danışacaqdım. İndi təsəvvür edin ki, mənim yanıma bir dənə uşaq gəlir, 18-19 yaşı, yox, üzr istəyirəm, məktəbi təzə qurtarmışdı, birinci kursa girmişdi. Uşaq hər gecə eyni yuxunu görür. Yəni və o yuxusuzluqdan, o yuxunu görməkdən o qədər qorxur ki, gecə yatmaq istəmir. Yuxu nədir? Anasını görür yıxılan yerdə və çənəsi belə ayrılır. Yəni sanki çənəsi belə bitər, belə haldan hala düşür, qan axır anasının vəziyyəti yaxşı deyil. O yuxunu görür və uşaq o yuxudan əziyyət çəkir. Heç kəsə də deyə bilmir, anasını da qorxuzmaq istəmir. Nəysə, terapiyaya başlayandan sonra 2 seans sonra uşaq qayıdır. Artıq gördüm ki, yəni bəzi metodlar bu uşaqda işə yaramır, çünki zehnin bir xüsusiyyəti var. Zehnə sən bunu niyə görürsən? Yəni bütün təfərrüatını başa salmırsan, zehn əl çəkmir səndən. Zehn deyir ki, bu problemdə qalır, ilişir qalır. Anasını da bir gün anası ilə söhbət eləyəndə xəlbət anasından soruşdum ki, yəni bu belə bir yuxu görür, sizə deməyə qorxur. Öncə anasını vəziyyətə hazırlayıram və anasından soruşuram ki, nə ola bilər də bu yuxu? Anası başlayır ağlamağa və mənə deyir ki, mən hamilə vaxtı yoldaşım məni çox bərk itələyir, mən yıxılıram və mənim çənə tərəfim belə o qədər açıldı ki, mənə tikiş qoydu çənə. Yəni uşaq onu hamiləlikdə yaşayır və yuxusunda görür. Və bu onu gəlib çıxıb 17 yaşında, 18 yaşında zehin başlayıb şey vurmağa ki, mama öləcək. Və uşaq, bilirsiniz mənə nə qorxu ilə gəlirdi? Mama öləcək. Mama hər an yıxılıb ölə bilər. Görürsünüz, hamiləlikdə baş verən şey gəldi özünü 17 yaşında partlatdı uşağın qapısında. Yəni əzizlər, bugün biz evlatlarımıza dediyimiz hər söz, bugün bizim uşaqlığımızda belə hər hərəkət mütləq gec-tezi öz təsirini hardasa göstərəcək. Mütləq. Yəni heç nə təsirsiz ötüşmür bu həyatda. Bir dənə bunu bilək. İnsan zehni möcüzəvi bir varlıqdır və həqiqətən heç bir şey təsirsiz ötüşmür. Hər şeyin təsiri var bu həyatda. Yəni təsəvvür edin ki, o hamiləlikdəki olan şey en qədər elə indi get-gedə arada sizə belə hekayələr də danışacağam. Çünki biz coğrafiyamızın insanını tanımalıyıq.
Biz bu insanı tanıya-tanıya müəyyən şeyləri, müəyyən nəzəriyyələri anlaya biləcəyik hekayələrinə. Ona görə əzizlər, bu hamiləlik dövrü və uşağın ən az bir 2-3 dərs mən burada qalacağam icazənizlə. Çünki baxın, bəzi kişilər var ki, terapiyaya gəlirlər. Görürsən ki, zehni belə qəribədir də. Bir də beynin belə bir xüsusiyyəti var. Hansı uşaqlıq dövrünü doğru düzgün yaşamasa, gətirir 30 yaşında, 40 yaşında məcbur eləyir beyin ki, get qayıt mənə yeniyetməliyimi yenidən yaşat. Ya da nə bilim o körpəliyimi mənə yenidən yaşat. Və çox qəribə bir şəkildə mənə bəzən kişilərlə seansda da belə fikir verirəm ki, görürəm ki, insan gedib belə qadınlarda da olur o. İnsan bir susar delişib qalıb. Nə bilim, südəmər dövründə. Ya da gedib ilişib qalıb çağalıq dövründə, ilk 3 yaşda. Dolayısıyla, yəni insan çox qəribədir. Zehin əl çəkmir səndən. Zehin o problemi, bir də zehnin yaddaşı, onu da burada qeyd edeyim. Zehnin yaddaşı əzizlər, adətən emosional yaddaş deyirik biz buna. Zehin duyğuları yaddaşında saxlayır əslində. Bəzi fraqmentləri o duyğu ilə birləşdirir, gözümüzün qabağına gətirir. Amma uşaqlıqda olan şeyləri zehin, o ki fraqmentlər axı körpədir, o tam olaraq başa düşmür orada nə baş verir, amma duyğusu qalır. Misal üçün, bəzən elə olur